Hava olsa bilmək olmur ki. Aynur xanım deyir, hava sönür, deyirəm, havanı bilmək olmur. Bir gün dolu yağır, yağış yağır, külək əsir. Allah axırımızı xeyir eləsin. Xoş gördüm hər kəsi. Bugün sizlərə Mərdəkandan yeni dünyaya gəlmiş bir dənə bağ evini təqdim eləyəcəm. Hal-hazırda gördüyünüz bağ evimiz 4,5 sotun içində yerləşir. 190 kvadrat metr sahəsi var. Qiyməti 540 min manat start deyirəm. Gəlin indi birgin maşallah olsun. Ən vacibi like'larınızı unutmayın. Bir də məndən belə ev alsaz təmir və tikintini yoxlatmağı unutmayın. Əziz qardaşlar və bacılar, bu sözünü qulağınıza sırğa eləyin. Çox lazım olacaq sizlərə. Burada 8 metr uzunluğunda, 4,5 enində, 1,60 dərinliyində yarım daşma dediyimiz hovuzumuz, qarşı tərəfində qış aylarında əyləşə biləcəyimiz besetkası, yanında 10 tonluq su anbarı, o demək deyil ki, buranın suyu yoxdur. Qazlı suyu, işığı daimidir, ipotekaya yararlıdır, kupçası var. Burada da verandası yay aylarında əyləşə biləcəyimiz və evin, gəl yan tərəfini zəhmət olmasa göstər, evin yan tərəfini dövr eləmək mümkündür. Evimizin bayır tərəfdən hündürlüyü 5 metrdir, daxili 3,80-dir. Keçən indi bunu sizə içəridə göstərim. Ya Allah, ne qəşəng qapıda bu. Baxın, yüngüldür amma. Ya Allah, daxil oluruq evimizə. Evimiz əşyasız satılır. Əşyasız deyirdim, əşyalı satılır demək istəyirdim. Olur da, niyə iş eləyək ki, niyə keyfimizi pozaq? Mən də insanam, canlı çəkirəm. Qoy hamı mən orada baxanlar elə canlı görsünlər ki, ay bu qaqaş səhv eləyir, düz də deyir, nə olar ki? Səhvsiz insan yoxdur ki. Bax, burada qardırobu, burada da sanitar qovşağı. Görürsünüz, nə qəşəngdir. Allah hər kəsə, bütün yaxşı insanlara belə gözəl evlərdə yaşamağa qismət eləsin inşallah. Ən vacibi məncə huzurdur, hər birimizin evində huzur dolu olsun. Burada da ümumi sanitar qovşağı. Nə qəşəngdir ha bu. Kafelini qəşəng seçiblər belə, maraqlı. Burada bir yataq otağı. Yəni bu ev 540 min manat startdır. Məncə dəyər, təbii ki, real alıcılarıma indirim olunacaq. Amma tam əşyalı bir evdir. Özdə ikinci yataq otağında da sanitar qovşağı var. Bu böyük bir plusdur. Gəlin də davam eləyək yavaş-yavaş. Gəl yataqlardan başlamışıq, elə yataqlardan da davam eləyək. Bu da üçüncü yataq otağı. Bu yataq otağı lap xoşuma gəldi. Mebelin rəng tonları qəşəng seçilib, düzdür. Zövqlər müxtəlifdir, işıq hardan yanır burada. Hə, bu da zalı. Yoruldum ha. Oy. Sən get kuxnanı da göstər. Yoruldum. 45 kvadratlıq bir dənə zal və 30 kvadratlıq bir dənə geniş mətbəx, işığını da yandırım. Mətbəxdə də gördüyünüz kimi əşyalar, qabyanı axtardım, bax, o da var. Qabyanı falan, hər bir şey qoyulub. Allah xeyir versin. İndi insana lazımdır ruzu, bərəkət və çoxlu pul. İnşallah sizlərə nəsib olsun. Gəlin, bax, bu gözəl evlərdən alın. Like qoymağı unutmayın. Mən getdim. Yeni videolarda görüşərik. Hələlik.